Yanvarın 7-sində pravoslavlar xristianlığın əsas bayramlarından biri olan İsa Məsihin Mövludu gününü qeyd edirlər. Böyük bayram yanvarın 6-sında müqəddəs axşamdan başlayır. Pravoslavlar üçün bu 40 günlük orucun son günü və İsa Məsihin Mövludu gününün qeyd olunmasına gücləndirilmiş hazırlıq vaxtıdır. Axşam saatlarında günəş batdıqdan sonra bütün ailə masa arxasında toplaşır. Masanın üzərinə həvarilərin sayını simvolizə edən 12 növ oruc yeməyi qoyulur. Yeməklərin heç birinin toxunulmadan qalması vacib sayılır. Hər birindən az da olsa dadılmalıdır. Masada yanan şamın olması yaxşı əlamət hesab olunur. Bu canlı alovu simvolizə edir. Müqəddəs axşamın əsas ehsan xörəyi kutyadır. Kutya ənənəvi olaraq buğdadan hazırlanır, lakin digər bütöv dənli bitkilərdən istifadə olunmasına da yol verilir. Dənələr insanların birliyinin rəmzidir. Bu təamda bağlayıcı element kimi isə bal və ya şəkər şərbəti əlavə olunur. Bu şam yeməyi ilə milad orucu başa çatır. Yanvarın 7-sində bütün məhdudiyyətlər aradan qaldırılır və bundan sonra əsl bayram ziyafəti təşkil etmək mümkündür. Azərbaycandakı pravoslav xristian icması isə Məsihin Mövludu gününü ənənəvi olaraq qeyd edir. Xristianlığın ölkəmizdə dərin tarixi kökləri vardı. Qafqazda ilk xristian məbədlərinin məhz burada yaranması təsadüfi deyil. Bu torpaqlarda dünya dinləri əsrlər boyu sülh şəraitində yanaşı mövcud olub. İnsanlar arasında dostluq və qardaşlıq münasibətlərinin qurulmasına töhfə verib. Azərbaycanda milli və ya dini dözümsüzlük təzahürləri heç vaxt müşahidə olunmayıb. Xristianlar, eləcə də digər inancların daşıyıcıları Azərbaycanda bütün hüquqlara malikdir və ictimai həyatda fəal iştirak edirlər. Ölkədə bir neçə pravoslav kilsəsi mövcuddur.